Salam hörmətli tamaşaçılar, efirdə Xalq Seçir, studiyada Füzuli İsmailovdur. Qeydə alınmış prezidentliyə namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtıdır. Hər həftənin tək günləri İctimai Radioda, cüt günləri İctimai Televiziyada və hər dəfə 1 saat olmaqla prezidentliyə namizədlər üçün dəyirmi masalar təşkil olunur. Hər dəyirmi masada hər bir namizədin təşviqatına 6 dəqiqə ödənişsiz vaxt düşür. Mərkəzi Seçki Komissiyasının qərarı ilə keçirilmiş püşkatmaya uyğun olaraq sözvermə ardıcıllığı üzrə 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlər və ya namizədin səlahiyyətli nümayəndəsi vəkili bugünkü dəyirmi masada iştirak edirlər. Dəyirmi masa iştirakçılarına bir daha seçki məcəlləsinin 88-ci maddəsini xatırlatmaq istəyirəm. Maddənin tələbi bundan ibarətdir ki, kütləvi informasiya vasitələrində yayılan çıxışlarda və təşviqat materiallarında vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr, sosial, irqi, milli, dini, nifrət və düşmənçilik yaradan təşviqat formasından sui-istifadə, hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, habelə əqli mülkiyyət haqqında qanunvericiliyin pozulmasına səbəb olan təşviqat qadağandır. Bu, Azərbaycan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Bir daha hər birinizi salamlayıram, hörmətli dəyirmi masa iştirakçıları. İndi isə püşkatma ardıcıllığına uyğun olaraq namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Zahid Oruc. Buyurun. Əziz həmvətənlər, hər bir ölkənin milli təhlükəsizliyi təmin olunmadan vətəndaşın təhlükəsizliyindən, fərdin qorunmasından söhbət açmaq artıq olardı. Əks halda sadəcə ölkənin inkişafını təmin etmək də mümkün olmazdı. Bizim hamımızın sevdiyi Azərbaycan dövlətinə bu gündə müxtəlif səviyyəli təhlükələr qalırsa, yenə də ictimai əmin-amanlığı sarsıtmaq üçün hansısa çağırışlar edilirsə, deməli biz burada bu efirin üzərində hansısa təhsil, səhiyyə platformamızı açıqlamağımız xeyli dərəcədə uyumsuz görünür. Əlbəttə, hər bir namizəd buna çalışır. Lakin mən indi nəyi nəzərdə tutduğumu sizə iki faktın əsasında göstərməyə çalışacağım. Onlardan biri müxalif qəzetlərin birində dərc olunubdur. Həmin fikirlərdə deyilir. Bakıda çox darıxdırıcı sakitlikdir. Bir Haiti'dəki zəlzələ olsaydı, bu mühit dəyişərdi. Diqqət edin ki, Haiti'də 100 minlərlə insanın ölümündən bəhs eləyən zəlzələdən gedir. Nə arzulanır? İkinci fikir isə 1914-cü ildə Bolşeviklərin qurultayındandır. Bizim üçün sərfəli odur ki, çarizm müharibədə məğlub olsun və bu Rusiya içində vətəndaş müharibəsini doğursun. Zaman etibarilə üzərindən 100 il keçib. Amma bir-birinlə səsləşən mövqelərdir. Ölkənin, vətəndaşın, millətin faciəsi üzərində özünün gələcək həyatını qurmaq, faciəni öz maraqları üçün istismar eləmək mövqeyidir. Buna heç bir halda bəraət vermək olmaz. Özünü bugün milli demokratik düşərgədə sayan və güya bolşevizmi inkar edən bu qüvvələrin təfəkküründə bolşevik elementlərinin olduğunu hər biriniz görməkdəsiniz. Bunlar bir sıra hallarda xaosda özlərini çox yaxşı hiss edirlər. Sabitlik şəraitində onların əl qolları bağlanır. Ona görə mən bu fikri oxudum ki, bugün Azərbaycanın insanlarının küll halında hamısı ilə bərabər elə qüvvələr də var, elə insanlar da var ki, sanki xarici bir müdaxilə olsun, orada məğlub olaq. Bundan fayda götürülsün. Yaxud da ki, ölkə içərisində hansısa problemlər, hətta təbii fəlakət olsun, bundan fayda götürək deyə düşüncələr var. Mən elə hesab edirəm ki, siz bu fikirlərin fonunda özünüz nəticə çıxara bilərsiniz, qiymət verə bilərsiniz. Zamanımı saxlayıram, davam edəcəm. Zahid Oruc, sizin təşviqatınız üçün 3 dəqiqə 40 saniyə vaxtınız qaldı. İndi isə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı. Buyurun. Hörmətli seçicilər, əziz həmvətənlər, siyasətdə milli maraq deyilən bir anlayış var. Siyasətdə baş vuran hər bir şəxs, hər bir siyasi partiya ilk öncə milli marağı göz önünə gətirərək bu xətti yeritməlidir. Bugün Azərbaycanda milli marağımızı yüksək səviyyədə təmin edən və həyata keçirən şəxs, lider, prezidentimiz cənab İlham Əliyevdir. Cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin başladığı böyük siyasəti uğurla həyata keçirməkdədir. Bəli, bugün bizim milli marağımız bu bölgədə daha güclü, daha zəngin Azərbaycanın yaradılmasını tələb edir. Daha güclü, daha zəngin Azərbaycan eyni zamanda Azərbaycanın işğal olmuş torpaqlarının iqtisadi qüdrətlə, hərbi qüdrətlə geri qaytarılması deməkdir. Bəli, milli maraq bugün prezidentimiz tərəfindən uğurla həyata keçirilir və milli marağımızın önündə dayanan amillərdən biri iqtisadi
tərəqqimiz, iqtisadi inkişafımızdır. Bəzilərinə xatırlatmaq istəyirəm. 10 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 3,4 dəfə artıbdır. Cənablar, diqqət edin, bu bölgədə belə bir ölkə varmı? MDB-də ümumi daxili məhsulu 3,4 dəfə artan ölkə varmı? Azərbaycanda kreditlərdən burada danışırdılar. Azərbaycanda son illərdə sahibkarlara 1 milyard 200 milyon manat məbləğində az faizlə kreditlər verilibdir. Manat dedim. Biz bunu dollara çevirində daha böyük rəqəm əldə edə bilərik. Bugün Azərbaycana ayrılan təhsil, səhiyyə ayrılan vəsait o qədər yüksəkdir ki, bu vəsait Azərbaycan səhiyyəsini, Azərbaycan təhsilini öndə saxlamağa imkan verir. Bugün Azərbaycan universitetləri, Azərbaycan orta məktəbləri sürətlə inkişaf edir. Son illərdə 27 min məktəb tikilib, 500 səhiyyə müəssisəsi tikilib. Azərbaycanda təhsilə səhiyyə hökumətin diqqətinin artdığı görünməkdədir. Sığortalı səhiyyə keçidlə bağlı işlər əvvəl qəbul olmuş qanun çərçivəsində həyata keçiriləcəkdir. Səhiyyə və təhsil sahəsində müxtəlif istiqamətlərdə yeni layihələr həyata keçiriləcəkdir. Qaçqınlarımızın, məcburi köçkünlərimizin həyat şəraitini yaxşılaşdırmaq üçün nə qədər böyük işlər görülüb. 82 müasir qəsəbə salınıb. Əlbəttə, mən bu rəqəmləri daha geniş şəkildə deyə bilərdim. Bunları nə üçün təkrar etdim? Bəzi cənablar, xüsusilə radikal qanadda olanlar görünür, rəsmi statistikanı oxumurlar. Bunlar ayrı-ayrı mənbələrdən Azərbaycan əleyhinə olan yazıları oxuyurlar. Və bu yazılar isə Azərbaycanın əleyhinə yönəlib. Azərbaycanın milli inkişafını, iqtisadi inkişafını istəməyən düşmənlərimizdir. Ermənistan, erməni lobbisi. Eyni zamanda Azərbaycanın inkişafını istəməyənlər Azərbaycanda və bu bölgədə geopolitik maraqları olub, onu həyata keçirə bilməyənlərdir. Azərbaycanın müstəqil siyasət yeritməsindən təşviş keçirənlərdir. İndi mən sizə bir məsələni demək istəyirəm. Burada ötən deməli görüşlərdə Milli Şuranın namizədi 48 milyard adlı bir rəqəm işlədi. Əcəba, iqtisadiyyatın əlifbasını bilmək lazımdır. Azərbaycanın ümumi daxili məhsulu hazırda 54 milyarddır. Azərbaycanın özü həmin məlumat yazır ki, güya 2003-dən 2010-a qədər bu qədər vəsait offshore zonalara çıxarılır. Əvvəla offshore zonaları vəsait haqqında bəlkə kiminsə bilgisi yoxdur. Biraz bilgilərini artırsalar yaxşıdır. Azərbaycanın büdcəsi həmin dövrdə heç 48 milyard eləmir. Ümumi daxili məhsul isə 2003-də 7 milyard idi. İndi 54 milyarddır. Yəni adi aritmetika, ayrı hesablama lazım idi ki, bunu biləsən. Milli Şurada olanlar AXCP Müsavat Cütlüyünün qalıqlarıdır. Onlar səriştəsizliklərindən hakimiyyəti qoyub getdilər. Və bugün də səriştəsizliklərini nümayiş etdirməkdədirlər. Hətta səriştəli yalan deyə bilmirlər. Onlar ayrı-ayrı sarı mətbuatda yazılan məqalələrə istinad edir. Mən sizə deyirəm, nüfuzlu New York Times 8 sentyabr tarixinə baxın. Azərbaycanın bölgədəki yeri, rolu, inkişafı haqqında dolğun məlumatlar burada İngilis dilli auditoriya yayılıbdır. Bunu oxumursunuz, amma başqalarını oxuyursunuz. Onları oxuyursunuz ki, orada bizim əleyhimizə olanlar var. Orada erməni lobbisinin barmağı var. Orada bizə düşmən olan dairələrin barmağı var. İndi mən əminəm ki, Milli Şuranın namizədi yenə burada öz fikirlərini deyib gedəcək və müxtəlif yenə fikirlər səsləndirəcək. Amma məsləhət görərdim. Əgər çıxışa hazırlaşırsınızsa, rəqəmlər deyirsinizsə, bu rəqəmlərin məsuliyyətini daşıyın. Onu diqqətlə ölçüb biçin. Bir hesablama aparın. İqtisadiyyatın əlifbasıyla tutuşturun. Davam edəcəm. Təşəkkür. Qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin təşviqatı üçün 1 dəqiqə 3 saniyə vaxt qalır. İndi isə sırada prezidentliyə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş İqbal Ağazadə. Buyurun. Axşamınız xeyir, hörmətli televiziya tamaşaçıları, möhtərəm seçicilər, hamınızı xoş gördük. Mən ilk növbədə 22 sentyabrda Akstafada mənim görüşümə gələn Akstafalılara minnətdarlıq edirəm və Azərbaycanın səlahiyyətli dövlət qurumlarından, o cümlədən ölkə başçısından bu görüşlərə və seçki prosesinə mane olan Akstafa rayon icra hakimiyyəti başçısının birinci muavini Ramiz Tatarov haqqında ciddi ölçü götürməyi və onun məsuliyyətini müəyyən etməyi xahiş edirəm. İndi isə çıxışıma başlamaq istəyirəm. Məndən əvvəl çıxış edənlər milli maraq və Azərbaycanın inkişafından danışdılar və son günlər ümumiyyətlə mətbu orqanlarında çox ciddi şəkildə mənim əleyhimə çox pafoslu çıxış edir deyə belə bir yazılar gedir, xüsusilə rus dilli saytlarda. Bir neçəsinə istəyərdim cavab verim ilk növbədə.
milli marağın qorunması, milli maraq anlayışı insandan başlayır. Azərbaycan insanının maraqları hansı şəkildə qorunur Azərbaycanda və Azərbaycanda milli maraq deyiləndə onun daşı, divarı mı, onun təkcə coğrafiyası mı nəzərdə tutulur, yoxsa insanı mı? Azərbaycan insanının vəziyyəti hamımıza bugün məlumdur. Bugün təhsilə, səhiyyəyə, iqtisadiyyata, sahibkarlığa qoyulan vəsaitlərdən danışır. Mən həmin rəqəmlərə danışıram. Səhiyyəyə o qədər vəsait qoyur ki, Azərbaycan hökuməti Azərbaycan həkiminin bir aylıq maaşı 150 manatdan yuxarı eləmir. Diqqət edin. Minimum istehlak zəmbilinin miqdarı 167 manatdır. Amma səhiyyəyə qoyulan vəsaitin miqdarında Azərbaycan həkimi 150 manat alır. Azərbaycan təhsilinə o qədər vəsait qoyub ki, Azərbaycan hökuməti. Azərbaycan müəlliminin aldığı maaş cəmi 168 manatdır. İqtisadiyyatda o qədər güclü inkişaf edib ki Azərbaycan dünyanın və regionun o qədər böyük lider dövlətinə çevrilib ki, minimum əmək haqqı cəmi 105 manatdır. Bu Azərbaycan insanına verilən qiymətdir. Məktəblərdə təhsilin səviyyəsi o qədər yüksəlib ki, Azərbaycan Dövlət Təhsil Komissiyası hər il keçid ballarını ixtisas qrupları üzrə aşağı salır. Bax, təhsilin səviyyəsi bu şəkildədir. Azərbaycanda rayon yerlərində, kənd yerlərində yaşayanların və onlara verilən kreditlərin, sahibkarlara verilən kreditlərin 1 milyarda qədər olduğunu və az faizin olduğunu göstərir. Azərbaycan öz pullarını Dünya Bankında 3%-dən aşağı, dünyanın müxtəlif banklarında 3%-dən aşağı depozitə qoyur, ondan 3%-dən az gəlir götürür. Azərbaycanda vətəndaşlar Milli Bankın depoziti ilə ayrılan 3%lik cəmi banklara pulu 18-30% ilə götürür. Bax, inkişafın rəhni Azərbaycanda göstəricisi bunlardır. Azərbaycanda bugün təqaüdçülərə müraciət edirəm. Cəmi 125-150 manat miqdarında təqaüd alırsınız. Yaşayışlılar bəhs edirmi? Biz bunu dəyişin deyəndə niyə kiməsə belə gəlir ki, biz pafosla danışırıq? Niyə biz deyəndə ki, həyat şəraitinizi dəyişmək üçün hökmən bu hakimiyyət dəyişməlidir? Çünki 20 illik keçən bir sürədə dəyişən bir şey yoxdur. Bəzən Azərbaycanda dövlət büdcəsinin artımı ilə bağlı kifayət qədər ciddi rəqəmlər səslənir. O vaxt 1 milyard idi, indi 20 milyarddır. Bu neftin hesabınadır. Siz 95% neft pulları hesabına ixracatı təşkil edəndə, 85% büdcəyə yalnız neftdən gələn gəlirlər hesabına vəsait daxil edəndə bir düşündünüzmü ki, Azərbaycanın aqrar sektorunda əhalinin az qala 60% yaşayır. O 60% necə dolunacaq? Bugün keçən dəfə qeyd etdiyim kimi regionlarda dotasiyalar bu qədər artıb 68-dən 98%-ə qədərdir dotasiyalar. Bu dotasiyaların miqdarında yerli əhali necə yaşayır? Banklara borc haqqında mən demişdim keçən dəfə. Bəli, bugün Azərbaycan vətəndaşlarının Azərbaycan banklarına 700 milyon vəsaiti var. Ayrı-ayrı məmurların nəzarətində olan bu bank sisteminin Milli Bankdan dövlətin və xalqın aldığı 3%lik pulu 30%-ə vətəndaşlara verir. Biz deyirik ki, niyə verirsiniz 30%-ə? Əgər sizə bunu Milli Bank 3%-lə verirsə, siz niyə vətəndaşlara 30%-lə verirsiniz? Bütün bunların hamısının fonunda Azərbaycanda dəhşətli bir inkişaf var demək doğru deyil. Yaxşı hal olmasa da yanımda hörmətli Zahid bəy oturub vərəqində çox üzr istəyirəm ona görə. Qeydi təsadüfən gözümə sataşdı. Stolypindən və Pyotrdan yazmışdı. Amma üzr istəyirəm onu gördüyüm üçün Zahid bəy. Amma yenə də sizə Potyomkini xatırladıram. Niyə siz hesab eləmirsiniz ki, Stolypindən, Pyotrdan misal gətirənlər Potyomkindən misal gətirmirlər. Siz ölkəni Potyomkinə döndərirsiniz, Potyomkinin lövhələrinə döndərirsiniz. Hər yerdə, hər küçədə üz qabıqlarının hamısını düzəldirsiniz. Amma insanların o içəridə yaşadıqlarının ahın aləsi hara qalxır bilmirsiniz. Bugün ətin 1 kilogramı 10 manata alınır. Bugün yağ, un, çörək, hansı qida məhsulları hansı səviyyədədir? Kəndlinin əkdiyi məhsulu bazara çıxara bilmir. Bütün bunlar Azərbaycan insanı üçündür. Ölkəmizin vəsaiti də, milli təhlükəsizlik də, ölkəmizdə bütün strukturların inkişafı da və gözəlliklərin də hamısı Azərbaycan insanı üçün olmalıdır. Əgər Azərbaycan insanı bütün bunların hamısının fonunda dediyim formada yaşayırsa, Azərbaycan insanına bircə şərt qalır. Bu hakimiyyəti dəyişmək. Və bizim şüarımız dəyişməkdir. Məni tez-tez ittiham edirlər. 92-93-cü ildə də gəlmişdiniz, gördük. Bunu Milli Məclisin tribunasından da eşitmişəm, qəzet səhifələrində də eşitmişəm. Birinci xatırladıram. Mən 92-93-cü illərdə hakimiyyətdə olmamışam və heç bir məsuliyyətlə bölüşmürəm. Və hesab etmirəm də ki, müqayisə üçün hansı hakimiyyətləri müqayisə edəsən, hansı hakimiyyət udar və yaxud da uduzar. Amma xatırladıram, heç bir dönəmdə hakimiyyətdə olmamışam. Və biz düşünürük ki, bizim Azərbaycana rəhbərlik etməyimiz üçün sizin iddia etdiyiniz kimi təkcə təcrübəniz çatışmaz demək doğru deyil. Milləti, xalqı sevmək üçün təcrübəyə yox, ürəyə, vicdana və
layiqli həyat şəraitini yaşadacaq insanlara vədləri və peşəkarlığı nəzərə almaq lazımdır. Təkcə təcrübə əsas deyil. Mən bütün seçicilərimi, Azərbaycan seçicilərini bu hakimiyyəti bu yaşayışınıza görə dəyişməyə çağırıram. Ümid Partiyasının namizədi kimi mənə səs verməyə çağırıram və inanıram ki, mən və rəhbərlik etdiyim partiya sizin etimadınızı doğrulacaq. Təşəkkür ederim. İqbal Ağazadə, sizin təşviqatınız üçün ayrılmış efir vaxtı bitdi. Sırada isə prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmayılovun vəkili Akif Heydarov. Buyurun. Bağışlayan və mehriban Allahın adı ilə əziz seçicilər, sizləri salamlayıram. Seçki bir xalqın iradəsi və şərəf işidir. Allah insanların öz taleyini həll etmək gücündən yararlanmaq üçün bu imkanı onların vücuduna və təbiətinə yaratmışdır. Mən İlyas İsmayılovun vəkili və onu dəstəkləyən Azərbaycan İslam Partiyasının təmsilçisiyəm. Partiyamızın baş məclisində demokratik şəraitdə qəbul etdiyi bu qərarı bütün İslamçıları dəstəkləyir. Çoxminli üzvlərimiz və inanclı insanların dəstəyi ilə bu seçkini qələbə ilə başa vurmağımıza inanırıq. Vətən blokunun seçki platformasında başlıca diqqət ölkədə düzgün aparılmayan daxili siyasət, qanunların aliliyinin təmin olunmamasından törənən fasadlar və onların aradan qaldırılmasına yönəldilmişdir. Bizə görə ölkənin müstəqilliyi və istiqlaliyyəti, insan haqlarının qorunması, vətəndaşların sosial həyat tərzi, torpaqlarımızın bütövlüyü, xalqın öz milli, mənəvi sərvətlərinə sahibliyi ilə ölçülməlidir. Amma heç kimə sir deyil ki, ölkədə insan haqqı və hüquqları müxtəlif formada və demək olar ki, kütləvi şəkildə pozulur. Müstəqil məhkəmə hakimiyyətinin olmaması günahsız insanların qanunsuz cəzalandırılmasına səbəb olur. Cinayətsiz cəzalar və cəzasız cinayətlər vətəndaşlarda böyük ümidsizlik sindromu yaratmışdır. Ölkəmizdə hazırda ən çox hüququ pozulanlar arasında inanclı insanlar çoxluq təşkil edir. Bu onların daha güclü olmasından əlbəttə irəli gəlir. İnsanların vicdan və əqidə azadlığını təmin edən konstitusiyaya əslində əməl olunmur. Heç bir qanun hicabı qadağan etmir. Amma hicablı xanımların təhsildən zorla uzaqlaşdırılması qanunsuzluqdur, əlbəttə. Belə hallar savadsız gələcəyimizin bünövrəsini qoyur. Bu, insanlığa qarşı cinayətdir ki, müəllifləri azadlıqda, amma bu addıma qarşı mübarizə aparanlar isə məhbəsdədirlər. Vaxtilə hakimiyyət dindarlarla çox yumuşaq rəftar edir deyənlər seçki ərəfəsində nədənsə dindarların dostuna çevrilməyə cəhd göstərirlər. Əziz qardaş bacılar, belələrinin siyasi maraqları sizləri aldatmasın. Mən açıq deyirəm, şərlənərək həbs olunan günahsız məhbusların içərisində İslam alimləri, Hacı Məhsünlərin, Hacı Fəramizlərin, Hacı Abgüllərin olması ürəyimizi ağrıdır. Yeri gəlmişkən biz hakimiyyətdən belə alimlərin ən qısa vaxtda azadlığa buraxılmasına səsləyirik. Əziz seçicilər, İlyas İsmayılova səs verəcəyiniz təqdirdə ölkəmizdə dinə və heç bir dini atributa, dini maarifləndirməyə qadağalar olmayacaq. Günahsız məhbuslar azadlığa qoşacaqlar. Siyasi mənsubiyyətinə görə insanlar təqib və həbs olunmayacaqlar. Qanun qarşısında hər kəsin bərabərliyi təmin ediləcək. Cəmiyyətdə baş verən bu problemləri nəzərə alaraq vətən blokunun qarşısında hüquqi dövlətin yaradılması, qanunun aliliyinin təmin olunması prioritet vəzifə olaraq qarşıya qoyulmuşdur. Əlbəttə, İslam Partiyası da həmişə qanunların aliliyini qorumağa cəhd göstərmiş və onun pozanlara qarşı mübarizə aparmışdır. Vaxtımı saxlayıram. İlyas İsmayılovun təşviqatı üçün 2 dəqiqə 50 saniyə vaxtınız qalır. Namizədlik Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər, əziz televiziya tamaşaçıları. Mən hər dəfə çalışıram ki, Müasir Müsavat Partiyasının platformasından danışım. Lakin məni vadar edirlər ki, mənim haqqımda bir şura yaranıbdır. Mən əvvəllər də demişdim, orada satqınlardan ibarətdir. Bu gün də çox sevinirəm ki, oradakının hamısı üzə çıxdı. Əlkərəm Hümbətovun ermənilərlə bu gün görüşü haradasa 20 gün bundan öncə Moskvaya izam olunmuş Milli Şuranın üzvlərinin Rusiya otelində 338-ci otaqda görüşünün zamanı gəlsə onların kasetasını mən sizlərin diqqətinə çatdıracağım. Mən niyə bunları deyirəm? Elə bilməyin ki, biz kimisə təhqir edirik, kimisə belə eləyirik, tənqid edirik. Amma gəlin görə bizim oponentlərimiz nə dərəcədə dözümlüdür. Bir neçə gün bundan öncə 1000-2000 nəfər yığıb meydan deyəndə stadiona. Orada siz görün bizim ünvanımıza bizim oponentimiz özünü alim adlandıran Həsənli Cəmil mənim haqqımda nə deyir? Onun öz
dediyini deyəcəm. Deyir ki, Hafiz Hacıyev kimi birisinin prezidentliyə namizəd etmək Azərbaycan xalqına təhqirdir. Və qayıdır orada bizi meymun adlandırır. Bu Cəmil müəllimin, Həsən Cəmilin dedikləridir. Mən isə ayrı şey demirəm. Mən Həsənli Cəmilə demək istəyirəm ki, mən Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda mənim 2 dənə əmim oğlu Azərbaycanın milli qəhrəmanıdır. Hacıyev Etibar, Hacıyev Səbuhu. Bu həm heykəli qoyulubdur, həm də tarixdədir. Mən isə deyirəm ki, ermənilərin qaynatıb əslində prezidentliyə namizəd olması Azərbaycan xalqına təhqirdir. Bu mənim fikrimdir, bu mənim faktlarım var, bunu da deyə bilərəm. Və yaxud da ki, Həsənli Cəmil bugün özünün əgər yaddaşı zəifdirsə, gözündə zəiflik varsa, mən açkimi də verə bilərəm, o baxa bilər. Orada onu örgədən insanların gözləri kördür. Qəmbarov sənin gözü biraz çox yaxşı görmür, özü də zəifdir. Burada yazırsan, Balıq Hafiz İlham Əliyevin öz proyekti. Mən eybi yoxdur. Azərbaycan xalqının sevimli oğlu, onun vətənini bu günə gətirib çatdıranın proyekti ola bilərəm. Biz aparıb onu bunun ayağına bağlamaq istəyirsiniz. Amma mən Azərbaycanda 3-cü səfər prezidentdən namizədə və prezident olmaq istəyirəm ki, sizi kimi stereotiplərin kökünü kəsəm. Amma Həsənli Cəmil, bizə şeyi bilin. Mən layiqətli insanların arxasında, layiqətli insanlarla bircə yerdə olmuşam. Amma siz görün kimlərin vaxtı ilə Sumqayıtda ermənilərin bərayət qazandıran o nə deyirsiniz, İsmailov var, nə deyir, Aslan İsmailov, onun arxasında gizlənirsiniz. Sizi o qədər eyfariyə qapalıdıblar ki, siz bizə mitingdə meymun deyirsiniz. Və sizə yaraşmır axı bu. Mənim xalqım, bunlar bizi təhqir eləyə bilərlər, biz bunları tənqid eləyə bilmərik. Bu cür yaraşmaz, bu cür hallara yol vermək olmaz. Sizin bütün qəzetiniz bu ermənilərin faktlarının hamısını nəyə mənə həsr edirsiniz? Görün, 1 səhifə, 2 səhifə, 3 səhifə, nə olubdur? Niyə belə qorxursunuz? Niyə narahatsınız? Axı biz bir hakimiyyətdə olmuşuq. O olduğumuz hakimiyyətdə yadına gəlir də 3-cü mərtəbədə bir dəfə rəhmətli prezident İxtiyar Şırnava dedi ki, 100 dənə Bakıya maşın qəbul olub, onun 1 manata rastlamışqası olub bu? Olmuşdur. Yaxşı, hamımız oğru olmuşuq da. İndi gəlin oğrumuza heç olmasa qısılıb oturaq da. Nə istəyirsiniz bu xalqdan? Nə istəyirsiniz? Mən o vaxtda dedim ki, apardınız Azərbaycan xalqının pullarını yığdı, Qəmbarov sənə Kərimov Əli doldurdu. Görün olur ay mənim hörmətli xalqım. Kərimov Əlinin oğlu Londondan gəlir, o London qanunları qəbul edən. Gəlir 2 gün bundan öncə mənim şəkillərimi başlayır cırmağa. Mənə xəbər verdilər, mən götürdüm polis bölməsinə zəng elədim ki, yox, bu şəkilləri cıranlar kimdir? Gəl baxırdan məlum olsa kimdir? Kərimov Əlinin oğlu. Və bu bədbaxtçılıq budur. Mən bilirəm ki, Həsənli Cəmil burada təzə metodla, burada danışıb durub zırıb çıxıb gedəcək. Ona görə yüzü yoxdur. Bilsən, mən sizə bir şey deyirəm. Yenə xatırlayıram. Və bunu təhqir kimi də qəbul eləməyim. Mən tənqid edirəm. Mən heç vaxt nə heç kimə söyməmişəm, nə heç kimin belə arxasını danışmışam. Oturmuşam, tet-a-tet gözümün içinə baxıb danışam. Sən niyə demirsən ki, siz bugün ermənilərlə apardığınız danışıqlarda sənin Milli Şuranın üzvü Eldar, o nədir, bir kino rejissor var, adını da yadımdan çıxır, o bilmirəm adı nədir, Eldəniz Quliyev, bugün Əlikram Hümbətovun Dağlıq Qarabağa getməsini, Ermənistana getməsini təqdir edir. Siz busuz. Sizin axı mənəvi haqqınız yoxdur, gəlib bu Azərbaycan xalqının içinə çıxasınız. Niyə platformanla danışmırsan? Sən niyə danışmırsan, bizi də sən təhrik edirsən ki, biz də sənin verdiyin suallara cavab verək. Axı, bu yol verilməz haldır. Mən istəmirəm ki, sən bizim hakimiyyətimiz devrində olan o iyrəncilikləri açam, tökəm ki, bu xalqın başına oynaşdınız. Kərimov Əlini 8 milyon qüdrət bəy göstərdi, neçə milyon da pul yığıbdır. Siz bu ermənilərdən aldığınız pulla, bu erməni məktubatına yazılanlarla, Abedisyanların yazdığıyla, Markaryanların yazdığıyla bu millətə nə qədər təhqirləşdiniz. Ona görə də mən xahiş edirəm, siz məni nə qədər söysəniz, tənqid eləsiniz, mən də sizə o qədər. Bir dəqiqəm saxlam, sonra siz cavab verəsiniz, ona cavab verəcəm mən. Hafiz Hacıyev, sizin təşviqatınız üçün 56 saniyə vaxtınız qaldı. İndi isə sırada prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyev. Buyurun. Axşamınız xeyir olsun, dəyərli həmvətənlərim, hörmətli rəqiblərim. Mən çıxışımdan əvvəl istəyirəm ki, Şamaxı cəmaatına bildirim ki, mən sabah saat 3-də Şamaxı şəhərində təhsil işçilərinin Həmkarlar Birliyinin binasında görüş keçirəcəm və hamımızı ora dəvət edirəm. Bizim əyalətlərdən görüş keçirməyimiz və əyalətdə yaşayan insanlarla görüşməkdə məqsədimiz odur ki, həm bir daha onların fikirlərini öyrənək, həm də bir daha onlara bizim dəstək verəcəyimizi şahid olsunlar. Bizim mütəmadi olaraq parlamentdə səsləndiyimiz fikirləri yenə də diqqətsiz çatdırmaq istəyirəm ki, düşünürük ki, milli iqtisadiyyatımızın rəqabət qabiliyyətli olması üçün, öz ayağı üstündə durması üçün, ərzaq təhlükəsizliyimizin təmin olunması üçün ölkəmizin aqrar sahəsinə xüsusi bir diqqət yetirilməlidir.
Ölkəmiz aqrar sənaye ölkəsidir və daha çox ağırlıq aqrar hissəsindədir. Biz həmişə bu məsələyə münasibətdə bildirmişik ki, bizim ölkəmizdə əsasən ərzaq təhlükəsizliyi öz hesabımız olmalıdır. Əsasən qeyri-neft sektoru o səviyyədə inkişaf eləməlidir ki, həm yeni iş yerləri açılsın, əyalətlər inkişaf eləsin, urbanizasiya son qoyulsun və s. Biz həm düşünürük ki, bunun təhsə kənd adamları öz hesabını edə bilməzlər. Təbii mən bu məsələlərə öz münasibətimi bildirəcəm. Amma herhalde dövlətin bir təməl rolu vardı. O, bu məsələləri tənzimləməlidir və bazarda rəqabət məsələlərində öz nəzarətində saxlamalıdır ki, bəzi məsələlərdə müdaxilə olmasın. Mən nəyə nəzər tuturam müdaxilə olmasın? Bugün elə bir vəziyyət yaranıbdır ki, Azərbaycan kəndçisinin istehsal elədiyi məhsullar öz əlindəcə qalıb xarab olmağa başlayır. Bazara çıxara bilmir, ona şərait yaradılmır və yaxud da kənardan gələn məhsullarla rəqabət, süni şəkildə rəqabətdə məğlub olur. Burada gömrüyün xüsusi bir xidmətləri vardı. Mən bunu milli məsələdə qaldırmışam ki, Azərbaycan gömrüyündə əgər avtonom tariflər tətbiq olunarsa, mövsümi şərtlərlə ölkə gələn bəzi məhsullar var ki, o məhsulları Azərbaycanlının istehsal elədiyi məhsullarla rəqabətdə kənarda qoymaq mümkündür. Həm onda kəndlinin bir malı istehsal eləməyə marağı olar, həm də bizim valyutamız kənar axmaz. Keçən il Azərbaycana gələn istehlak mallarının 8 milyard civarında vəsaitdə ölçülən bir hissəsi, o məhsulların hamısı demək olar ki, Azərbaycanda ya istehsal olunur, ya da istehsal olmaq imkanları var. Amma bizim 8 milyard manatımızı biz kənara atırıq, nəyin hesabına atırıq? Monopolistlərin o məhsulları bura gətirməsi və burada öz məhsullarına satması, eyni adlı məhsulların əyalətlərdə qalıb sıradan çıxması. Hər kəsə aydındır ki, bu bəlkə çox bəsit misallar olacaqdır, amma insanlar bunu hər gün yaşayırlar. Azərbaycanda, məsələn, nar Göyçay bölümündə istehsal olunur, sonra qutu-qutu 5 köpyə, 10 köpyə belə satıla bilmir, atırlar insanlar. Amma bazardan nar od qiymətinə burada almaq məcburiyyətinə var şəhər adamı. Və yaxud da badımcanı Balakən zonasında qalıb çürür, tonlarla, 10 tonlarla, bəlkə 100 tonlarla atırlar, şəhərə gətirmə imkanları yoxdur. Amma burada od qiymətinə şəhər adamları bunu almaq məhkumdurlar. Yəni bu məsələləri biraz baxmaq lazımdır və hesab edirəm ki, dövlət, bazar və mülki cəmiyyət bir tənzimləməsi olmalıdır, bir iş birliyi olmalıdır ki, bu məsələlərə yanaşmalarda kəndçinin, əyalətdə olan insanların bütün istəkləri həyata keçə bilsin. Həm istehlakçının, həm də ki, istehsal edən adamın burada xeyrinə olan adımlar atmaq mümkündür. Mən fikrimi davam etdirəcəm. Fərəz Quliyev, sizin 2 dəqiqə 42 saniyə vaxtınız qalır. Sırada isə prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədov. Buyurun. Axşamınız xeyir, hörmətli seçicilər. Bizim çıxışlarımızdan sonra seçicilər tərəfindən çoxlu zənglər gəlir, qəbulumuza seçicilər gəlirlər, müxtəlif arzu və təkliflərini bildirirlər. Bir seçici telefonla mənə belə bir sual verdi ki, belə hara gedirik? Mən ona bu sualın cavabını izah eləmək istəyəndə, o məndən xahiş elədi ki, bu sualın cavabını televiziya vasitəsilə bütün Azərbaycan xalqına bildirin, bütün seçicilərə bildirin. Mən bugün həmin seçiciyə və sizin hər birinizə demək istəyirəm ki, əgər qarşıdan gələn seçkilərdə Azərbaycanda hakimiyyət dəyişmərsə və ya ən azı hakimiyyətin seçkilərdən sonraki siyasəti dəyişmərsə, bugün Suriya, Misir, İraq, Liviya hardadırsa, Azərbaycan da ora gedir. Hörmətli televiziya tamaşaçıları, hörmətli seçicilər, biz burada müəyyən faktlardan danışanda, hakimiyyətin qüsurlarından danışanda bizə böhtan atdığımızı, yalan danışdığımızı deyirlər. Bugün mənə bir nəfər seçici, adı Gözəlov Əlixan bir sənəd təqdim edib. Bu adam özü vaxtilə bir idarədə işləyib, həmin idarənin təftiş idarəsinin rəisi olub və idarə 97-ci ildə təftiş zamanı məlum olub ki, Qusar rayon ticarət idarəsindən o vaxtki məzənlə ilə 7 milyard dəyərində dövlət və ictimai əmlaki bir nəfər mənimsəyibdir, yəni öz ətrafındakı adamlarla və bu adam məsul şəxsdir və təsəvvür edin ki, bu korrupsiya faktı ilə bağlı 593 dəfə ölkə prezidentinə, respublika prokuroruna, ayrı-ayrı orqanlara müraciət edib. Bu müraciətlərinə çəkdiyi xərc 1000 manat təşkil eləyir və təsəvvür edin ki, bu 6 il ərzində yalnız 150 dənə izvişeyn alıb ki, sənin şikayətin filan idarədə qəbul olunub. Bu da Azərbaycanda korrupsiya qarşı aparılan mübarizə bir nümunə. Mən bu sənədləri bütün Azərbaycan vətəndaşlarının gözü qarşısında söz verim ki, sabah Respublika prokuroru Zakir Qaralova şəxsən göndərəcəm və özüm də bu şikayəti izləyəcəm. Görək, Azərbaycan prokurorluğu bu korrupsiya faktı ilə bağlı hansı əməli addımlar atacaq. Hörmətli seçicilər,
buradakı insidentdən sonra Cəmil bəy mənə zəng elədi. Bizim bir telefon danışımız oldu. O etiraf elədi ki, burada onun ailə üzvləri hallandığına görə əslində baxsın onun heç bir fikri yox idi ki, burada prezidentin ailə üzvlərinin adını hallandırsın. O məcbur oldu. Mən bunu çox yaxşı başa düşürəm. Başa düşürəm ki, atanın övladına qarşı edilən hərəkətlərə heç bir ata dözümlülük nümayiş etdirə bilməz. Bugün Əli Kərimlinin oğlu həbs olunub. Bir neçə müddət bundan qabaq İsa Qəmbərin oğlu həbs olunmuşdu. 2003-cü ildə banditizm terrorizm idarəsinin əməkdaşları 20 nəfər əlində silahlı qara maskada mənim evimə girmişdilər və mənim 6-cı sinifdə oxuyan qızımı diz üstə polad keçirdi, avtomatı onun başına dirəmişdilər. Mən bu iqtidarın dövründə həyatıma qəsd ediblər, həbs olunmuşam, işgəncələrə məruz qalmışam, dəfələrlə tutulmuşam. Mən bunların heç birini yadımda saxlamıram. Hamısını da unutmuşam, amma övladıma qarşı olan o hərəkəti ölənə qədər unutmayacağam və ilk fürsətdə bu qeyri-qanuni hərəkət edən adamların cəzalanmasına nail olacağam. Bugün ataya görə, anaya görə övladların cəzalandırılması, yaxın adamların cəzalandırılması mənə elə gəlir qeyri-əxlaqidir. Hətta dünyanın ən qanlı diktatorlarından biri Stalin deyirdi ki, övladlar atalarına cavabdeh deyil. Bugün güya hansısa bir plakatı cırmağa görə Əli Kərimin oğlu həbs olunur. Bəs bizim bütün təşviqat materiallarımız məntəqə komissiya sədrləri tərəfindən, seçki komissiyasının üzvləri tərəfindən, məktəb direktorları tərəfindən hər gün cırılır. Bugün Xətayda bir gündə 6 dəfə biz plakat yapışmır, 6-sında cırıblar. Və hətta əllərində tutmuşuq. Bəs nəcəb bir nəfərə qarşı cinayət qaldırmayıb? Mən burada fikrimi saxlayıram, sonra davam etdirəcəyim. Sərdar Məmmədov, sizin təşviqatınız üçün 2 dəqiqə 4 saniyə vaxtınız qalır. Prezidentlər namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadəyə söz verilir. Buyurun. Əziz bacılar və qardaşlar, bu günlər ərzində siz yəqin ki, fikir verdiniz ki, mən əsasən çalışıram öz platformam haqqında sizə məlumat verim. Lakin bugün artıq mənim səbir kəsam doldu və özünü Milli Şura adlandıran və ora daxil olan insanlara mənim nifrətimi bildirmək istəyirəm. Bugün Musavat qəzetində 2 də mənim haqqımda şər və böhtan dolu yazı gedib. Heç bir əsas olmadan. Yəni bunlar normal, sivil, mədəni mübarizəni qanmırlar. Və ona görə də o cürdə cavab alacaqlar. Musavatda yazırlar ki, Araz Əlizadənin bukleti Musavat qəzetinin və ya Azadlıq qəzetinin içinə qoyulur. Nə Musavatın oxucuları, nə Azadlığın oxucuları mənim seçicim deyirlər. Odur ki, mən oraya qoymaram. Mənim bukletlərim hamısı pıçalafanın içində ayrıca gedir. Yazırlar ki, kiminsə sənədlərini almışam, kiminsə vəsiqəsini almışam, məhkəmə olub, məhkəməyə vermişəm, pulumu uğurlayıblar və o adamın maşınları müsadirə olub. Onun mənə nə dəxli? Necə ola bilər ki, özünü Milli Şura üzvü adlandıran bir insanın qəzeti götürür, ayrı bir namizəd haqqında bir şər böhtan yazılar verir. Bundan sonra deyirlər ki, bizə qarşı sivil mübarizə aparın. Mənim yanımda oturub. Bu adam prezident olmaq istəyir. Keçən dəfə dedi ki, ayın 22-sində mitingimdə öz platformamı açacağım. Xüsusi bizim nümayəndələr getmişlər, baxsınlar ki, bunun platformasında nə var? Şər, böhtan, söyüş, digər şeylər. Amma platforma yoxdur. Və ən əsasısı, orada digər adamlara da təhqirlər var idi və s. Mən nəyə görə bu deyirəm, adını çəkmirəm. Çünki sən və bunun kliçkası var imiş. Siz seçkilərə gedirsiniz, yoxsa boğuşmağa? Budur, Musavatın saytından götürmüşəm. Johnny, boğ onu. Bu cür sivil, bu cür demokratiya siz Azərbaycana vermək istəyirsiniz. Siz boğuşmağa gedirsiniz. Siz prezident olmaq istəmirsiniz. Siz bu ölkəni dağıtmaq istəyirsiniz. Çünki siz öhdəlik götürmüşsünüz ki, 2 ildən sonra prezidentlikdən gedəcəksiniz. O vaxtdan da ölkəni milli etimad deməli, hökuməti idarə edəcək. Bilmirəm, bu milli necə olan şeydir ki, hansı deşiyə gəldi, hara gəldi, soxullar. Demokrat sözünü cirmakratiyaya çeviriblər və bundan sonra da genə də insanların yaxasından əl çəkmirlər. Bir dəqiqə, dövlət təzə-təzə ayaq açıb geriməyə başlayıb. Təzə-təzə bizi hər yerdə tanıyıblar. Bu milli etimad hökumətdə kim daxil olacaq? 12 il akademiya sistemində kiçik elmi işçi olub. Və gözəl də onun mövzusu var idi, İran İslam İnqilabı. O barədə bir səhifə də yaza bilməyən, bir dənə də məqalə yaza bilməyən İsa Qəmbər.
Amma çox qəribədir ki, vaxtı ilə gözəl alim Fərdə Məmmədova Almanşünaslıqdan məqalə yazmışdı. Onu KGB qadağan elədi çapını. Birdən-birə İsa Qəmbərin imzası ilə yayıldı ki, bu Zori Balayının aşağına cavab verib. 12 il öz ixtisası üzrə məqalə yaza bilməyən insan nə oldu birdən-birə Almanşünas oldu və Almanşünaslıq haqqında yazı yazdı. Əli Kərimli, Qüdrət bəy o gün dedi, 8 milyon yarımı Həzmi Rabədən keçirdib. Bu mu ölkəni idarə eləyəcək? Siz nə üçün bu dövləti dağıtmaq istəyirsiniz? Bu dövlət sizə nə pislik eləyib? Hamımızın arxasında durub. Hələlik bu qədər. Araz Əlizadə, sizin təşviqatınız üçün 2 dəqiqə 11 saniyə vaxtınız qalır. Sırada isə prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyev. Buyurun. Hər vaxt üzr istəyirəm. Hər vaxtınız xeyir əziz hamvətənlər. Mən sizin hamınızı dəvət edirəm ayın 27-si 5-ci gün saat 4-də İnşaatçılar metrosunun yanındakı Yasamal İdman Sağlamlıq Mərkəzinin stadionuna. Mən orada sizinlə görüşəcəm, öz platformam haqqında sizə geniş məlumat verəcəm. Bəri başdan bəyan edirəm ki, mənim ətrafımda Cəmil Həsənlidən fərqli olaraq o tərbiyənin sahibi olan insanlar yoxdur ki, orada qızlar, qadınlar qarşısında əxlaqsız fikirlər səsləndirsinlər və hətta belə birisi olarsa da mən onun səsini kəsib dərhal oradan Cəmil Həsənlidən fərqli olaraq kənarlaşdırmaq gücündəyim. Keçən dəfə Cəmil müəllim burada mənə bir kitab bağışladı və dedi ki, əgər kompromat lazımdırsa buradan tapa bilərsiniz. Həmin kitabı mən elə dərhal söylədim ki, məlumatım var o kitab haqqında. Kitab doğrudan da dəyərli kitabdır və hər kəsə tövsiyə edirəm ki, imkan varsa onu oxusun. Amma o kitabda da demək kitabın ön sözündə başlayır Topçubaşovun nəvəsi Zərifə xanımın Heydər Əliyeva məktubu ilə və kitab yenə də Topçubaşovun nəvəsi Zərifə xanımın Heydər Əliyeva təşəkkür məktubu ilə bitir ki, siz Topçubaşova belə yüksək qiymət vermişsiniz. Mən bu kompromat deyil Cəmməli, mən və mənim kimi insanlar, cəmiyyətin çoxu sizdən ziyalı kimi başqa gözləntiləri var idi. Sizin köçdüyünüz yol da buna əsas verirdi. Məsələn, mən xatırlayıram Bakı Dövlət Universitetində oxuduğumuz dövrdə belə 1990-cı ildə 20 yanvar hadisələrindən sonra siz də mənimlə birlikdə Bakı Dövlət Universitetində Xalq Cəbhəsinin idarə heyətinin üzvüydünüz. Amma orada biz qərar qəbul edəndə ki, aprelin 27-sini işğal günü kimi qeyd edək, 15 nəfər idarə heyətinin üzvündən 6 nəfər bunun əleyhinə səs verdi, biri də siz idiniz və o tədbiri hamı xatırlayır, hamı da bilir ki, siz o zaman da Mir Abbas Qasımovla universitet rəhbərliyinin yaxşı münasibətləriniz var idi. Ondan sonraki keçən dövr müddətində mən bəzi məqamları sizə xatırlatmaq istəyirəm. Məsələn, 2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli qərar qəbul elədi ki, o parlamentə getməyəcək, amma siz onun tərəfdarlarından biri idiniz və ki, radikal addımlar Azərbaycana heç nə verməyəcək və parlamentə getdiyi zaman qısa müddətdən sonra Hədəbiyev Əli Kərimli barədə məlum açıqlamalar verəndən sonra siz də onunla bərabər parlamenti tərk elədiniz, amma Əli Kərimli qayıtmadı, siz yenidən qayıtdınız. Bundan başqa siz keçən dəfə burada söylədiniz ki, İlham Əliyevin 3-cü dəfə namizədliyini irəli sürməyə ixtiyarı yoxdur. Amma konstitusiya əlavə və dəyişikliklər ediləndə 2009-cu ildə orada 4 təşəbbüs qrupu yaradılmışdı referendum əleyhinə və siz onların birinə də daxil olmadınız və bir dəfə də onun əleyhinə nə parlamentdə çıxış eləmədiniz. Bundan indi amma halbuki o zaman buna əgər siz bunun əleyhinə idisə etiraz eləməliydiniz. Amma o zaman sizin yazdığınız kitablarda siz İlham Əliyevin liderliyi ilə Azərbaycanın regionda lider dövlətə çevrilməsini yazırdınız. Azərbaycanın dünya dövlətləri sırasında öz layiqli yerini tutmasını yazırdınız. Başqa bir məqamı söyləyim ki, burada keçən dəfə butulka atıldı və biz bunun hamısını kəskin sürətdə pislədik. Amma 2003-cü il prezident seçkilərində Əli Kərimlinin vəkili Fuad Mustafayev plasmas butulka əvəzinə stəkan tullayanda sizin təmsil olunduğunuz, indi sizi təmsil edən düşərgədən bir nəfər tapılmadı ki, ona etiraz eləsin. Amma indi Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə Əli Həsənov, Eldar İbrahimovun, Cəvuş Novruzun, başqalarının bunu pisləyən, təqdir eləməyən biz açıqlamalarını gördük. Yəni onda hansı üstün keyfiyyətlərlə siz indiki iqtidarı doğrudan da əvəz eləmək istəyirsiniz və hələ bu günə qədər də bu iqtidarın necə dəyişəcəyiniz və ölkədə necə daha yüksək keyfiyyətlərə malik bir cəmiyyət quracağınızı söyləməmişsiniz. Mən burada dayandırıram çıxışımı və davam edəcəm. Qüdrət Həsənquliyev, sizin təşviqatınız üçün 2 dəqiqə 13 saniyə vaxtınız qalır. Sırada isə namizədliyi Demokratik Qüvvələrin Milli Şurası təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Həsənli. Buyurun. Təşəkkür edirəm. Hörmətli seçicilər, dəyərli vətəndaşlarımız, sizinlə 4-cü görüşə gəlmişik.
Üç görüşə hakimiyyət dözə bilmədi. Artıq Milli Şurada təmsil olunan insanların övladlarına qarşı təqiblər başlayıb. Özləri deməli təqiblərə məruz qalırlar. Əli bəyin oğlu dünən həbs olundu. Mənim seçki qərargahımın rəhbəri Oktay Güləliyevin oğlu, 16 yaşlı oğlu dünən bıçaqlandı və ölümcəsinə döyüldü. Hal-hazırda xəstəxanada yatır. Cərrahi əməliyyatı keçirdikdən sonra xəstəxanada yatır. Gördüyünüz kimi bu hakimiyyətin 6 dəqiqəyə dözümü yoxdur. Və mən bugünkü 6 dəqiqədə soruşuram. Hanı Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev? Bizim ona çoxlu suallar vermişik. Niyə o sualların, bu sualların böyük əksəriyyəti milləti düşündürən suallardır? Niyə onlara cavab vermir? Və bu günləri mən Azərbaycanın milli taleyi üçün və tarixi üçün daha zəruri olan bir məsələnin cavabını soruşmaq istəyirəm. Qarabağla bağlı İlham Əliyev 10 ildə neyniyib? Bu günləri burada Mübariz müəllim onun nümayəndəsi kimi qeyd edir ki, işğal olunmuş ərazilərin azad edilməsi iqtisadi yüksəlikdən keçir. 20 ildir bu sözü verirsiniz millətə və bu 20 ildə 20 metr torpaq azad edə bilməmişsiniz. 10 ildir Cənab İlham Əliyev prezidentdir və bunun hesabatını vermək lazımdır ki, bu 10 ildə İlham Əliyev 10 metr torpaq azad edibmi? Neçə dəfə Ermənistanın prezidenti ilə görüşübdür və bu görüşlərin nəticəsi nədir? 10 il işğal altında olan bir ərazidən 10 metr azad edə bilməyən bir adamın 3-cü müddətə prezident olması tamamilə yol verilməzdi. Və bizim bir ölkənin ərazilərinin düşmən tapdağı altında qalması üçün 10 il çox vaxtdır. Azad edə bilməz bu hakimiyyət. Ona görə ki, korrupsiya uğramış hakimiyyət heç vaxt torpaq azad edə bilməz. Saxlayıram vaxtımı. Cəmil Həsənli, sizin təşviqatınız üçün 3 dəqiqə 38 saniyə vaxtınız qalır. Hörmətli tamaşaçılar, bir daha xatırladırıq ki, qeydə alınmış namizədlərin iştirakı ilə dərmi masanı izləyirsiniz. Püşkatma arzulığına görə söz verilir prezidentliyə qeydə alınmış namizəd Zahid Oruca. Buyurun. Əziz həmvətənlər, burada səslənən suallar eyni dərəcədə mənim daşıdığım ideallara aid olduğundan bəzilərinə Cəmil Həsənlinin diqqətinə çatdırmaq üçün cavab vermək istəyirəm. Birinci, Qarabağ haqqında o qüvvələr sual verir ki, onlar bu torpaqların itirilməsində bilavasitə məsuliyyət daşıyırlar. Bilavasitə bu problemin bu cür düyün nöqtəsinə gəlib çatmasında rol oynayıblar. İndi bu adamlar cavabdehlik tələb edirlər. Ancaq mən deyim ki, bu dövr ərzində nəinki 20 metr, 200 metrdə irəlileme baş verib. Sadəcə bu efirdə deyiləcək məsələlər deyil. Amma Azərbaycan xalqı bütöv ərazisinə çatmaq istəyir. Bunun üçün də bu dövr ərzində çox böyük işlər görülüb. Azərbaycan Qarabağ savaşını iqtisadi müstəviyə keçirib, siyasi müstəviyə keçirib, diplomatik mövqeləri möhkəmlənib və s. Bəs bu illər ərzində müxalif qüvvələr nə edib? Siz mənə göstərə bilərsinizmi? Yarım abzas səviyyəsində Cəmil Həsənlinin daxil olduğu Milli Şura üzvləri bu dövr ərzində bir kongresmenden, bir ATƏT-dən, bir beynəlxalq şuradan siz sənədlər əldə eləmişsiniz. Azərbaycan xalqı da ona söykənə deyənə ki, bunu müxalifət edib. Sizin çıxışlarınızı mən dinləyəndə bu pafos və 2 gün öncə dediyiniz şeirləri dinləyəndə 92-ci ildə tələbə olduğum dövrü xatırlayıram. Cəmil Həsənli, o dövrdə biz Şuşadan gətirilən 5-6 əskər tabutunun üzərində İsa Qəmbər bir neçə günün içərisində Ali Soveti tutdu, hakimiyyətə insanların tabutu üzərində gəldiniz. İndi eyni eyfariyadır, eyni durumdur. Sizin çıxışlarınızdan Şəhidlər Xiyabanının növbəti qoxusu gəlir. Yetər. Bu millət xiyabanlarını təzəcə qurub qurtarıb. Bu millət yaralarını təzəcə sarıyıb qurtarıb. Siz istəyirsinizsə ki, bütün bu millət ölkəni Şəhidlər Xiyabanına çevirsin. Bu olmayacaq. Müqəddəs savaş ayrı bir haldır. Bunun üçün Azərbaycan ötən dövr ərzində gerəkən işləri görüb. Amma siz düşünürsünüz ki, bu vasitə ilə təzədən bir də insanları çıxarasınız meydanlara. Dəyişib millət. Mən sizin aksiyanızdan öz çəkdiyiniz şəkilləri özümlə götürmüşəm. Və orada, o meydanda sizi o 12 mərtəbə binalardan izləyənlərin biri də eyvana çıxmır. Biri də sizə öz taliyini bağlamaq istəmir. Niyə? Çünki həmin tribunadır. Həmin şəxslərdir. Bircə Rəhəm Qaziyev qalıb. Onu da gətirin, səhnə tamamlansın. Çünki o qüvvələrlə bu milləti bir dəfə o böyük faciələrə aparmışsınız. Amma sizə əmin edirəm, bu millət dəyişib. Mən bunu səmiyyətlə söyləyirəm. Bütün varlığımla deyirəm. Sizin o yaşa, ey sevgili millət, var ol şeirinizdən sonra başlayan faciələri biz görmüşük. Bunları yaşamışıq. Mən ayrı-ayrı çıxışları dinləyəndə
yaxşı imkan verir. Deyim ki, Leonid İliç Brejnevi xatırlayıram. Həmin Brejnev ki, bir dəfə çaşıb Azərbaycanla Əfqanistanın adını səhv salmışdı. Və bu adamlar danışanda adam fikirləşir ki, yəqin biz Əfqanistanda yaşayırıq. Amma Azərbaycan xalqı bilir ki, bura Əfqanistan deyil. Çox mümkündür, dövlət neynəsin? Qaçqına, köçkünə o evlər tikilmir, məktəb tikilmir, xəstəxana tikilmir. Sadəcə o vəsaitlərin hamısı pul şəklində cəmaata paylanır. Özü də, baxın, bunlar kifayət qədər dövlətin indi normal bir hamar müstəviyə çıxdığını zənn edirlər və düşünürlər ki, daha idarə eləmək asandır. Bugün Azərbaycanın ehtiyat və deməli, real büdcəsini bir yerə toparlasaz, 70 milyard manatdan artıq vəsait eləyir. Deməli, 3 dəfə bundan artıq yaxşı yaşamaq imkanlarımız var. Əziz insanlar, zaman məni sıxır. Sadəcə, hörmətli İqbal bəy mənim qeydimi gördüyünü söylədi. Siz nigaran qalmayasınız deyə Pyotr Stolypinin bir sözünü söyləmək istəyirəm. 100 il bundan əvvəl mən elə bu cür başlamışdım Rusiyadan misalla. Rusiyanın baş naziri olan şəxs Milli Şuranın bu cür nümayəndələrinə üzünü tutub demişdi. Sizə böyük sarsıntılar və təlatümlər, bizə böyük Rusiya lazımdır. Əgər kiməsə sarsıntılar lazımdırsa, bu millətə sabitlik lazımdır. Mənim platformam sabitlikdir. Vətəndaşın düşündüyü... Qeydə alınmış prezidentlərin namizəd Zahid Orucun təşviqatı üçün ayrılmış ödənişli efir vaxtı bitdi. İndi isə sırada qeydə alınmış prezidentlərin namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı. Buyurun. Mən Sərdar Cağoğlu'ya deyim, biz hara gedirik? Biz güclü, zəngin, bütöv Azərbaycana doğru gedirik. Sonra Qarabağla bağlı. Bu sualı sıradan bir nəfər versəydi, fikirləşərdim ki, beynəlxalq münasibətlərdən xəbərsizdir. Bu sualı ilə adam verir ki, beynəlxalq münasibətlərdən az çox xəbərdar olmalıdır. Təəssüf ki, belə suallar verirlər. Bu yöndə görülən işlərsə kifayət qədərdir. Və Qarabağı bu günə salanlarda və strateji əhəmiyyətli bir ilimizi də itirənlər də AXC müsavat cütlüyüdür. Biz o dövrdə strateji məntəqələri, Şuşanı, Laçını, Kəlbəcəri itirdik. Məhz onların günahı ucbatından. Və biz o dövrdə eyni zamanda strateji məqamı itirdik. O dövrdə bu problemi beşiyində boğmaq imkanı var idi. Çox təəssüf ki, bu adamlar indi gəlib Qarabağ kartından yenə istifadə eləmək istəyir. Mən yenə davam edəcəm. Mübariz Qurbanlı, sizin 5 saniyə vaxtınız qalır. İndi isə sırada növbəti çıxışımız olmalıdır, amma artıq o vaxtından istifadə edib və studiyamızda tərk edib. Beləliklə püşkatma arzulığına görə prezidentliyə namizədliyi Ədalət Partiyası tərəfindən irəli sürülmüş İlyas İsmayılovun vəkili Akif Heydarov. Buyurun. Əziz seçicilər, ayın 22-sində Ədalət Partiyasının namizədi İlyas İsmayılovun Cənub zonasında Lənkəran şəhərində seçicilərlə geniş görüşü keçirilmişdir. Görüşə yüzlərlə seçici cəlb olmuşdur və seçicilərin çoxsaylı suallarına İlyas İsmayılov cavab vermişdir. Və seçicilərin qaldırdığı problemlər və onların həlli yolları açıqlanmışdır. İlyas İsmayılovun əlal-xüsus möminlərin seçicilərlə görüşündə fəallıq göstərməsinə görə onun adından seçicilərə, yəni Cənub zonasının seçicilərinə öz təşəkkürümü bildirirəm. Əziz və hörmətli seçicilər, hörmətli həmvətənlərimiz, Qarabağ bizim ağrılı yerimizdir. Qarabağ haqqında danışmamaq və bu problemin aradan qaldırılması üçün qarşıya məqsəd qoymamaq mümkünsüzdür. Əlbəttə, hakimiyyətin xarici siyasəti əlbəttə yaratmaz olduğundan Qarabağ probleminin həlli bugün müşkilə düşmüşdür. Amma təəssüflə qeyd etməliyəm ki, bugün prezidentliyə namizədliyi irəli sürülən bəzi qurum rəhbərləri də Dağlıq Qarabağ haqqında danışanda müharibə cinayətdir ritorikasını irəli sürürlər. Bilməlisiniz ki, əsl cinayət vətən torpaqlarının işğal altında qalmasına razılıqdır. İstər Ədalət, istər Yaşlılar və istərsə də İslam Partiyası Qarabağ probleminin ATƏT-in Minsk qrupu tərəfindən həllinə əzəldən ümid bəsləməmişdir. Torpaqlarımızın regional problem olaraq region dövlətlərinin güc mərkəzini yaratmaqla azad etməsini qarşıya məqsəd qoymuşuq. Vətən uğrunda hər birimiz canımızdan, qanımızdan keçməyi bacarmalıyıq. Axı bizim üçün ölümün şəhadət kimi uca bir zirvəsi vardır. İslam Partiyası məhz hər qarış torpaq uğrunda canından keçməyə hazır olan insanı namizədi dəstəkləyir. Bütün İslamçılar da biz buna səsləyirik. Hörmətli seçicilər, bugün həmişəkindən daha diqqətli olmalıyıq. Sizləri çox vədlər verən namizədlərlə yanaşı görmək olar. Amma dövlətə rəhbərlik edənlərin şəxsi keyfiyyətləri daha mühümdür. Biz həmişə
dözümlü siyasetin, səbri siyasetçinin zinəti hesab etmişik. Hesab edirik ki, əsl rəhbər vətəndaşların ona toxunan söz və ifadələrindən qəzəblənsə belə, ədalət həddini aşmamalı, adekvat olmayan cəza tətbiq etməməlidir. Bütün bunların önündə seçki gününün nəticələri durur. O seçkisi bir xalqın dünənindən, bugünündən sabahına hesabatı haqqıdır. Quran-ı Kərimdə buyurulur, hər bir qövm öz halını dəyişməsə, Allah onun halını dəyişməz. Allah bizə sizinlə bir fürsət verib, amma fürsət gec gəlib tez gedər deyərlər. Əziz qardaş bacılar, bəzi qüvvələr dini camiyəni parçalamaq istəyirlər. Əlbəttə, bu cür fitnə fəsadlara, bu cür siyasi... Akif Heydərov, sizin namizədinizin təşviqatı üçün ayrılmış efir vaxtı bitdi. Namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülmüş Hafiz Hacıyev, buyurun. Həsənli Cəmil, Qarabağda ölən əsgərlərin meyitlərini siz satırdınız. Pişirim saxlayın. Hafiz Hacıyev, sizin 52 saniyə vaxtınız qalır. İndi isə namizədliyi Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən irəli sürülmüş Fərəz Qulliyevə söz verilir. Buyurun. Değerli həmvətənlərim, mən bir təbəqə haqqında danışdım və zamanın azlığından təbii ki, bütün təbəqələr haqqında fikirlərimi söyləyə bilərəm, amma hər halda çıxış yolu yox deyildi. Mən hesab edirəm ki, vəziyyəti dəyişmək lazımdır. O əyalətlərdə yaşayan insanlar üçün çox kiçik adımlar atmaqla onların çox böyük adımlarına stimul vermə imkanları vardı. Orada adicə soyuducu ambarların yaradılması, emal zavodların tikilməsi, insanların vergilərdən müəyyən qədərdən azad olunması, bir müddət üçün kommunal xərclərdən azad olunması, başqa stimullarla insanlar əyalətdə daha ciddi şəkildə fəaliyyətini təmin etmək mümkündür. Amma bütün bunlar üçün bir siyasi iradəyə ehtiyac vardı. O siyasi iradəyə ki, o siyasi iradə mütləq xalqdan qaynaqlansın və xalqa xidmət eləsin. Mütləq xalqın dərdi ilə dərdlənsin və xalqla bir yerdə dərdləri çözülməyə getsin. Mən hesab edirəm ki, o siyasi iradəni biz hakimiyyətə gətirə bilərik. İndiki hakimiyyət mütləq dəyişilməlidir, amma necə dəyişilməlidir və kimlə dəyişilməlidir? Təbii ki, ikinci şura hökuməti qurmaq istəyən və Volodinin imkanları ilə və Vladimir İlse əvəz edən yeni bir Volodinin yeni bir ikinci şura hökuməti qurmağıyla yox. Mən hesab edirəm ki, milyarderlər klubunun göstərdiyi parıltılarla Azərbaycanın da partilaşa yaratmaqla yox. Mən hesab edirəm ki, Azərbaycan xalqının iradəsi ilə, öz gücü ilə bu hakimiyyət təşkil olmalıdır. Sivil yolla bu hakimiyyət təşkil olmalıdır və hakimiyyətə gələn qüvvələr xalqına sökülən qüvvələr olmalıdırlar. Biz əsrin əvvəllərində, keçən əsrin əvvəllərində gördük. Vladimir İliç Leninin bunların bir şura hökuməti qurmasından sonra 70 il ölkəmizin nə çəkdiyinin şahidi olduq. Eyni binalarda yenə Volodya adına uygulanan bir Volodin bir senari yazır. Yenə də özümüzünkülər, yenə də o saqqallı tiplər yeni bir senarini ortaya qoyurlar və kino çəkməyə başlayırlar. Amma onların taleyi nə oldu? Əksəriyyət özləri sürgünlərdə sürüdülər. Millətimiz məhv oldu. Ziyalığımız aradan getdi. Mənim çox sevimli dostum Cəmil bəy bu tarixi çox gözəl bilir. Amma başqalarının qarmağına düşmək, mən bu fikri bir dəfə də ifadə eləmişdim. Başqalarına uşaqlıq eləyənlərin dövlətə böyülük eləmək imkanlarına siz imkan verməyəcəksiniz. Biz dəyişiklik istəyirik, pozitiv bir dəyişiklik istəyirik, inkişaf istəyirik, islahat istəyirik. Bu islahatı və inkişafı xalqımızdan dəstək alaraqdan sizlə bir yerdə biz eləyəcəyik. Siz xalqımızın gəncliyi gələcəksiniz. Biz birlikdə gələcək və problemləri həll edəcəyik. Fərəz Quliyev, sizin 27 saniyə vaxtınız qalır. İndi isə Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Sərdar Məmmədov söz verilir. Hörmətli seyircilər, mən belə hesab edirəm ki, bugün cəmiyyətimizin qarşılaşdığı problemlərin həllinin böyük bir qismi ölkədəki hüquqi situasiya ilə bağlıdır. Ona görə də mən hüquqi islahatlar konsepsiyası hazırlamışam və bu konsepsiya mətbuata veriləcək. Zamanımız çox azdır. Mən qısa konkret olaraq bu konsepsiyanın məğzindən çıxış eləmək istəyirəm. Bugün Azərbaycanda insan hüquq azadlıqlarının vəziyyəti dözülməzdir. Bugün nəinki sadə vətəndaşların hüquqları pozulur, hətta ölkənin birinci şəxsinin hüquqları pozulur, ölkənin prezidentinin hüquqları pozulur. Keçən seçkilərdə yadınızdadsa İlham Əliyev 460 min vətəndaşın əmlakının mənzilinin qeydə alınması ilə bağlı sərəncam vermişdi. Həmin sərəncam Milli Məclisdə itmişdi və üstündən 5 il keçib bugünə qədər dövlət başçısının sərəncamını icra edən tapılmır. Baxın, əgər bir prezidentin prezident kimi səlahiyyətindən istifadə edib öz hüquqlarını reallaşdırmaq gücü yoxdur, onda sadə vətəndaşlar necə öz hüquqlarını qoruya bilər? Hörmətli seçicilər, dövlətin əsas prinsiplərindən biri ondan ibarətdir ki, vətəndaşlar qanunla qadağan edilməyən hər şey eləyə bilərlər. Dövlət məmurları yalnız qanunla icazə verilmiş şeylər həll eləyə bilirlər. Bugün
şəhərin mərkəzində vətəndaşların şəxsi mülkiyyətinə dövlət məmurları özləri istədiyi qiyməti qoyub onları oradan zorla köçürürlər. Belə bir sual verirəm. Siz hansı qanuna, hansı konstitusiyasından vətəndaşların xüsusi mülkiyyətinə qiymət qoyursunuz? Hörmətli seçicilər, şəxsən seçkilərdə mənə səs verəcəksə, istər İlçi bəyin vaxtında, istər indiki hakimiyyətin dövründə hər bir Azərbaycan vətəndaşına dövlət tərəfindən dəyan ziyanın mütləq kompensasiya olunacaq və qanunları pozan, özbaşınalığı dövlət məmurları hansı dövrdə olursa olsun, elədiyi cinayət əməllərinə görə cavabdehlik daşıyacaq. Çox təəssüf ki, bizim vaxtımız çox azdır. Biz belə hesab edirik ki, hüquq dövlətin qanı qolbaq deyirdi ki, o qan işləməyəndə necə orqanizm ölür, hüquqlar da işləməyəndə dövlət elə ölür. Gəlin dövlətimizi... Sərdar Məmmədov, sizin təşviqatınız üçün ayrılmış ödəniş efir vaxtı bitdi. İndi isə qeydə almış prezidentliyə namizəd Araz Əlizadə. Buyurun. Əziz bacılar və qardaşlar, KGB-nin o zaman yaratdığı, Sovet dövründə yaratdığı, 80-cı illərin sonunda yaratdığı şayə mexanizmi hələ də işləyir. Və buna eyni insanlar işlədirlər. O zaman axıcının üzvü olmuş, bir isə Milli Şuraya daxil olmuşlar. Yadınıza salmaq istəyirəm. Qısa müddətdə İsa Qəmbər oldu parlamentin sədri. Prezident səlahiyyətlərini icra elədi. Ona əhv kağızı gəlmişdi. Göstəriş verdi ki, güllələsinlər o uşaqları. Həmin o İsa Qəmbər mənlə Zərdüştü öldürtmək istəyirdi iyunun 8-də 93-cü ildə. Həmin o İsa'nın vaxtında Qaragüruh dəstələri parlamentə girib deputatlara əl qaldırırdılar. İndi o dövrü mü siz istəyirsiniz qayıtmasını? Əvvəl namizəd sürdürürlər Rüstəm İbrahim bəy. Rüstəm İbrahim bəy namizəd olan kimi qaçdı Amerika. Sonra Avropa, sonra Rusiya. Sonra bir Rusiyada şikayət elədi ki, Amerika dəstəkləyir, məni kömək eləyir, Rusiya kömək eləmir. Sonra Həsənov şeylədilər, namizəd sürdürürlər. O neynədi? Birinci qaçdı Londona. Əbəlam, Azərbaycan xalqının qarşısına qaçın. Azərbaycan xalqından ümid istəyin. Gedin bağışda mənə Azərbaycan xalqı ilə danışın. Bəs də Amerikanlarla, İngilislərlə, Avropa ilə, Rusiya ilə danışdır. Hələ də qul psixologiyası beyində qalıb ki, kimsə gəlib bunlara hakimiyyətə gətirməlidir. Necə ki, o zaman 92-ci ildə 8 dövlətin, 9 dövlətin icazəsi ilə hakimiyyətə gəlmişlər. Ha ilə gələn, va ilə gedər. Bir ildən artıq çəkmədi hakimiyyətləri və Azərbaycanın vətəndaş müharibəsi qarşısında qoyub qaçdılar. Və indi də qaçacaqlar. İndidən deyirlər ki, 2 ildən sonra əgər prezident seçsə bunu, bu da qaçacaq. Bəs bağışlamadı, niyə gedirsiniz seçkiyə? Niyə xalqı aldadırsınız? Dövlət quruculuğunu dəyişmək istəyirsiniz və şey edirsiniz? Kişi kimi deyin ki, o qardaş, biz xaricin pulu hesabına Azərbaycanda dövlət çevrilişi etmək istəyirik və bunda da hamımıza səs versin. Çox sağ olun. Araz Əlizadənin təşviqatı üçün ayrılmış efir vaxtı da bitdi. İndi isə prezidentliyə namizəd Qüdrət Həsənquliyev. Buyurun. Əziz seçicilər, siz burada pafoslu çıxışların şahidisiniz. Problemlər sadalanır, amma bu problemlərin həlli yolları göstərilmir. Vaxt azdır, mən bu barədə sizə 5-ci gün saat 4-də İnşaatlar metrosunun yanında keçirilən stadiondakı görüşdə geniş məlumat verəcəm. Mənim tərbiyəm imkan vermir ki, mən Cəmil müəllimə Cəmil deyə müraciət edeyim. Baxmayaraq ki, o dünənləri müsahibəsində bizə adımızla müraciət edib. Amma Cəmil müəllim Qarabağ probleminin həll olunmamasından danışdı. Hamımız bilirik ki, Qarabağ problemi həll olunmur. Qarabağı Rusiya işğal edib, ermənilərə kömək eləməklə və bu gün də onun işğalda qalmasına birbaşa Rusiya yardımcıdır. Amma bu yardımcı dövlətin başçısına gəlin görək, bu Milli Şura hansı müraciət ünvanlamışdı? Mən 2 dəfə söz vermişdim ki, sizin Putinə ünvanladığınız məktubdan bir hissəni oxuyacağım, ona görə bir cümlə oxuyuram. Onlar Rüstəm İbrahimbayevu Rusiya vətəndaşlığından çıxarsın deyə Putinə müraciətlərində yazırlar. Ümid edirik ki, Rüstəm İbrahimbayevun üzərinə ədalətli və hüquqi dövlət quruculuğuna can atan Azərbaycan xalqı tərəfindən missiya qoyulduğunu nəzərə alıb, bizi də başa düşəcəksiniz. Biz əminik ki, bir dövlət başçısı kimi bu ümidlər sizin üçün də doğmadır. Əziz həmvətənlər, elə bil ki, bu Putinə yox, Nelson Mandela yazdı və siz bu adamların siyasi riyakarlığını siz görürsünüz. Gedin Azadlıq qəzetini izləyin, görün, həmin Putin Bakıya səfərə gələnə qədər Putin haqqında, Rusiya haqqında bir tənqidi yazı getdi, yox. Ümidlidirlər, inanmışdılar ki, doğrudan da Rüstəm İbrahimbayev vasitəsilə Rusiya Azərbaycanda çevriliş eləmək istəyir. Və mən o zaman da söyləyirdim ki,
Rüstəm İbrahimboyev danışdıran onun vicdanının səsi yox, Rusiyadakı vəzifəli dostlarıdır. Sonra özü də bunu etiraf elədi ki, bəli, mənim müəyyən dostlarım deyirdi ki, sənin vətəndaşlıqdan azad olunmağın üçün heç bir problem olmayacaq. Rüstəm İbrahimboyev deyirdi ki, mən Bakıya qayıtsam, məni həbs eləsələr, bütün dünyanın diqqəti yönələcək Azərbaycana və bu demokratik qüvvələrə kömək edəcək. Bəs niyə gəlmir? Ona görə ki, vaxtilə ona Milli Şura ideyasını verənlər ona o cürdə tövsiyə elədilər ki, indi çəkil otur yerində, biz Azərbaycandan müəyyən məsələlərdə artıq razığa gələ bilmişik. Qüdrət Həsənquliyev, sizin təşviqatınız üçün ayrılmış ödəniş efir vaxtı da bitdi və prezidentlər namizəd Cəmil Həsənli, buyurun. Hörmətli seçicilər, burada çıxış eləyənlərin çoxu kəlmə başı deyir ki, biz dəyişiklik istəyirik. Nə qədər ki, İlham Əliyev prezidentdir və prezident olmaq istəyir, heç bir dəyişiklik olmayacaq. 2003-cü ildə Cənab Əliyev hakimiyyətə gələndə vəd etdi ki, islahatlar keçirəcək. Hanı bu islahatlar? Biz nəyin şahidi olduq? 10 il ərzində bu islahatlar niyə keçirilmir? İndi təzədən vəd eləyir ki, islahat keçirəcək. Eyni zamanda burada yapın nümayəndəsi dedi ki, biz yalanı da səriştəli danışa bilmirik. Düzdür, bəlkə də biz səriştəli yalan danışa bilmirik. Amma yap ölkədə səriştəli korrupsiya və rüşvət sistemi qura bilibdir. Belə səriştəni siz öz təcrübənizdə çox yaxşı nümayiş etdirmişsiniz. 2003-cü ildə Cənab İlham Əliyev hakimiyyətə gələndə dedi ki, söz verdi ki, o hamının prezidenti olacaq. 2013-cü il çıxışında nə dedi? Milli və antimilli qüvvələrdən danışdı. Ölkəni böldü iki yerə. Müxalifət antimillidir, iqtidar isə milli qüvvədir. Antimilli qüvvə o qüvvədir ki, müharibə gedən bir ölkənin maddi sərvətlərini daşıyıb aparırlar xaricə. Antimilli qüvvə o deməkdir ki, ölkəni, müharibə aparan bir ölkəni korrupsiya bataqlığına yuvarladıbdır. Antimilli qüvvə eyni zamanda o deməkdir ki, ölkənin milli sərvətlərinin bölüşdürülməsində böyük ədalətsizliyə yol verin. Baxın, ölkənin qızıl mədənlərini özü götürür. Cənab Prezident, gəlirli sahələri özü götürür, seçkidən seçkiyə millətə 10 manat əta eləyir. Qaçqınlara çörək pulu olaraq 1 manat 50 qəpik deməli əta eləyir. Bu cür neft gəlirləri olan ölkədə millətə belə bir münasibət ola bilər. Həzrəti Əli deyirdi ki, zülmü görüb ona etiraz etməmək zalimin yanında olmaq deməkdir. Çox təəssüflər olsun ki, Azərbaycandakı korrupsiyanın izləri bizim bəzi din xadimlərinin də imanına hopubdur və bunu görmək istəmirlər. Baxın, bu adamları nə ilə tuturlar? Kimisinin cibinə narkotika atırlar, kimisinin evinə silah atırlar, maşınına silah atırlar. Kimlər tutulub? Qurban Məmmədov, uzun müddət Azərbaycan vəkillik sənətinin yüksək bir zirvəsinə qalxmış adamdır. İlqar Məmmədov, Yadigar Sadıqlı, Tofiq Məmmədov, Hilal Məmmədov, Neymət Pənahlı, Əvəz Zeynallı, bizim çox dəyərli ilahiyyət alimləri, Bağırzadə, Talih, Möhsün Səmədov, Hacı Abigül və digərləri, bizim dəyərli gənclərimiz, sən necə hamının prezidentisənsə, bu cavan uşaqların cibinə narkotik attırırsan, molotov butulqaları düzəltdirirsən və nəticədə nə oldu? Nəticədə Rəşadət Axundovun babası damarların doğramalı oldu. Zülm bəs necə olar? İlham Əliyevin bu respublikada törətdiyi istibdad rejiminin bilavasitə göstəricisidir Rəşadətin babasının özün doğraması. Götürün gül bayramları, bu mənasız bayramlara bu millətin 60 milyon, 70 milyon vəsaiti xərclənir. O vəsaitə evsiz qalan gənclərə ev tikmək olar. Ona görə də nə qədər antimilli yap rejimi qalır, heç bir inkişaf olmayacaq. Sağ olun. Cəmil Həsənlinin təşviqatı üçün ayrılmış vaxt bitdi. Hörmətli tamaşaçılar, bir daha xatırladırıq ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtında dəyirmi masanı izləyirsiniz. Püşkatma ardıcılığına uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı. Əziz seçicilər, milli marağımız tələb edir ki, biz bir daha səriştəsizləri hakimiyyətə gətirməyək. Mübariz Qurbanlı, sizin üçün ayrılmış efir vaxtda bitdi. İndi isə qeydə almış prezidentliyə namizəd Hafiz Hacıyev. Buyurun. Əziz xalqım, burada danışıb durub buradan qaçan adam vaxtı ilə dövlət müşaviri olarkən sərhədlərimizdə vuruşan
ölən və onların meydini gizlədən, sonra ailələrinə satan insanlardır. Bunların o paposlu çıxışına inanmayın. Bunlar budur. Əgər siz Azərbaycanda erməniləri hakimiyyətə gətirmək istəyirsinizsə və bilmək istəyirsənsə ki, bu adam kimdir? Bu adam erməninin qaynatasıdır. Bunu mən demişəm və bu gün də mənə çox ciddi faktları ortaya qoydular və həqiqətən də bunun erməni qaynatası olmağını mənim xalqım bilməlidir. Bu təhqir deyil. Azərbaycan xalqı bilməlidir kimi seçir. Ona rəhbər kim olacaqdır və o xalqa mən bunu çatdırıram. İndi sabah bunlar özlərinin o ermənilərdən Maliyyəşən qəzetində mənim haqqımda nə yazacaqlar? Onların vicdanına. Ona görə də Həsənli Cəmilin dediklərinin burada heç bir əsası yoxdur. Bunlar Azərbaycanda hakimiyyətdə biz bir devirdə olmuşuq. Mən bunların cibini dolduranmadım. Nə qədər qara... Hafiz Hacıyev, sizin təşviqat üçün ayrılmış ödənişsiz efir vaxtı bitdi. Prezidentlə qeydə alınmış namizəd Fərəc Quliyev, cəmi 27 saniyəniz var. Dəyərli soydaşlarım, mən sabah Şamaxı şəhərində Təhsil İşçilərinin Həmkarlar Birliyinin binasında görüş keçirəcəm. Hörmətli Şamaxı cəmaatını orada görüşə dəvət edirəm. Vaxt azlığından burada çatdıra bilmədiyimiz fikirlər rahatlıqla orada bölüşərik. Mən hesab edirəm ki, biz bir yerdə problemlərin çözüm yolunu tapa bilərik. Siz sizdən asılı olan eləyin, mən sizin iradənizi hakimiyyətə daşıyıb ciddi nəticələri sizə təhvil verim. Gecəniz xeyir qalsın. Fərəc Quliyev, sizin təşviqatınız üçün ayrılmış efir vaxtında bitdi və beləliklə hörmətli tamaşaçılar 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində qeydə alınmış namizədlərin təşviqatı üçün ödənişsiz efir vaxtında növbəti dəyərimi masanı izlədiniz. Bir daha xatırladırıq ki, hər həftənin tək günləri saat 21-də İctimai Radioda, cüt günləri saat 19-da İctimai Televiziyada namizədlərin təşviqatı üçün dəyərimi masalar təşkil olunur. Növbəti verilişlərdə görüşmək ümidi ilə salamat qalın.